Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve ma'in. Ve sallallahu ala seyyidina ve nebiyyina Abil Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracah. Ve lanetullah ala adaihim ecma'in minel an ila qiyavmi yevmiddin. Rabbi şirahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Allah'ın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü Allah'ın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Bir gün Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləmin yanına bir qrup Yahudi gəlib Peyğəmbər sallavatullaha sual verdilər. Soruşdular ki, Allah'ın sənə və sənin ümmətinə nə kimi üstünlüklər verib? Eşitmişik ki, 7 dənə üstünlük verib, başqa dinlərdəki ümmətlərdə o üstünlüklər yoxdur. Və sənin ümmətinə o üstünlüyü verib. O üstünlüklər hansılardır? Həzrət buyurdu ki, birinci Allah təbarək və teala mənə və mənim ümmətimə verdiyi imtiyaz, üstünlük budur ki, bizlərə Həmd surəsini bəxş eləyib. Yəni, o Fatihə surəsi ki var, həmin o surənin o qədər böyük fəziləti ki var, o fəzilətli surəni Allah bizlərə əta eləyib. Və bu barədə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allah'ın ismi əzəmi, yəni o müqəddəs, fəzilətli, o əzəmətli adları Fatihətul Kitabda, yəni Fatihə surəsində yerləşdirilmişdir. O qədər önəmli, o qədər əzəmətli bir surədir ki, Ummul Quran da deyirlər. Yəni, Qur'an-ı Kərimin anası mənasındadır. O qədər əzəmətli, o qədər fəzilətli bir surədir ki, Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm özü buyurur ki, Allah mənə və mənim ümmətimə verdiyi birinci imtiyaz, üstünlük budur ki, Allah bizlərə Fatihə surəsini verib. Və bu barədə buyururlar ki, deyir, hər kim Fatihə surəsini ixlasla oxuyarsa və onu dərk etməyə çalışarsa, deyir, Allah Teala ona Qur'anın 2/3-ni oxumuşun savabını yazar. Qur'an-ı Kərimi sanki, belə deyək, 30 cüzün 20 cüzünü oxuyubsan, o qədər böyük savab yazar. Və Peyğəmbər sallallahu bir gün öz səhabələrinin birinə buyurdu ki, istəyirsən sənə fəzilətli bir dua, fəzilətli bir surəni öyrədim. Və o surənin haqqında soram, Həzrət buyurur ki, o surə ölümdən başqa bütün dərdlərin dərmanıdır. Bütün dərdlərin dərmanıdır. Hətta Fatihə surəsinin haqqında göstəriş var ki, böyük şəxsiyyətlərdən, öndərlərimizdən Əhl-i Beyt əleyhissalamdan deyir, hər kim şəfa niyyətinə 7 dəfə oxuyub suya üfürsə, o su şəfa mənbəyinə çevirilər və bir çox xəstəliklərin dərmanına çevirilər. Həzrət Rasulullah buyurur ki, Allah Teala Fatihə surəsini şəfa mənbəyi qərar verib. Əgər hər hansı bir xəstə Fatihə surəsindən sağala bilmədisə, onu heç nə sağaltmaz. O qədər böyük fəzilətli surədir. Allah bizləri bu surəni oxuyub idrak edənlərdən qərar versin inşallah. İkinci, Həzrəti Rasulullah buyurur ki, Allah təbarək və teala bizlərə verdiyi imtiyaz, üstünlük budur ki, azanı bizlərə Allah lütf eləyib. Azanı biz sadə baxmayaq. Azanın hər bir kəlməsinin özünün mənası var, dəyəri var. Və ondan da əlavə azan oxumağın insanın həyatında bir çox faydaları var, bir çox dəyərləri var. Azan oxumaqla, düzdür ki, müstəhəb bir əməldir. Azan oxumaq müstəhəb bir əməldir. İqamə oxumaq müstəhəb bir əməldir. Amma təkid olunmuş müstəhəbdir ki, yəni o müstəhəbi yerinə yetirməyinlə namazın daha kamilliyə yetişir. Daha
Allahın qatında daha başqa bir gözəl bir surətə çevrilir. Azan oxumağın insana və ailəsinə bir çox faydaları var. Hədislərdə var ki, hansı evdə namaz qılan vaxtı, indi normal evdə eşidiləcək bir tərzdə namazdan qabaq azan iqamə oxusan, o evə cin şeytan daxil olmaz. O evdə xoşa gəlməz hər hansı bir hadisələr baş verməz. Və onunla da əlavə ruzinin artması üçün tövsiyə olunan əməllərdən biri də budur ki, həmin evdə yüksək səslə azan oxuna. Davamlı olaraq yüksək səslə azan oxuna. Bunun insanın həm mənəviyyatına, həm maddiyyatına, həm dünyasına, həm axirətinə böyük bir savabı var, böyük bir dəyəri var azan oxumağın. Həzrət Rasulullah həmin o Yahudiyə deyir ki, Allah mənə və mənim ümmətimə verdiyi ikinci imtiyaz azandır. Üçüncü imtiyaz isə Həzrət buyurur, məsciddə və cümə günündə cəmaat namazı qılmaq. Çox önəmlidir, çox dəyərlidir. Gərək bunlara biz diqqət yetirək. Cəmaat namazı qılmaq o qədər önəmli, o qədər fəzilətli bir əməldir ki, deyir, insan evindən niyyət eləyə ki, mən dəstəmaz alıram, gedib məsciddə cəmaatla birlikdə namaz qılacaqam. Əgər yolda başına bir şey gəlsə, həmin adam dünyasını dəyişsə, şəhid hökmündədir. Təsəvvür eləyə bilirsiniz? Əgər bir nəfər evindən məscidə cəmaat namaz qılmaq üçün niyyət eləyə gələ, yolda başına bir iş gəlsə, dünyasını dəyişsə, o adam şəhid hökmündədir. Deyir ki, Allah təbarək və teala atdığı hər bir addımın müqabilində 70.000 həsənə yazar ona, 70.000 savab yazar, 70.000 günahını bağışlayar, 70.000 dəfə dərəcəsini qaldırar. Və o adam ki, dünyasını dəyişə, 70.000 mələyi o dünyasını dəyişəndən qiyamət gününə qədər ona məmur eləyər, neynəsin o mələklərinə qarsın? O mələkləri yaradar o bəndə üçün. Ki, qiyamət gününə qədər həmin mələklər onun üçün istiğfar eləyərlər, onun üçün dua eləyərlər, günahlarının bağışlanmağını istəyərlər, Allahdan həmin o şəxsin məqamının yüksəlməyini istəyərlər. Bir mələk ki, insan üçün dua eləyə. Bir mələk ki, insan üçün dua eləyə, məhsum bir varlıq insan üçün dua eləsə, onun aqibəti əlbəttə ki, xeyirli olar. Ona görə cəmaat namazını kiçik hesab eləməyək. Cəmaat namazı çox fəzilətlidir, çox böyük dəyərə sahibdir. Gərək onun qədrini, qiymətini bilək. Və o cümlədən cümə namazı. Cümə namazının fəziləti haqqında bir çox göstərişlər var. Cümə namazının haqqında məhsumlar buyurur ki, 4 şəxs həyatda yenidən doğulmuş kimi olar, həyata yenidən başlayar. 4 dənə əməl sahibi. Birincisi buyurur ki, o insan ki, xəstə ola, öz xəstəliyindən şikayətlənməyə, deyinməyə, bu nə idi mənim başıma gəldi, bu nə idi mən bu vəziyyətə düşdüm, mən belə olası deyildim, mən elə olası deyildim, xəstə idi, Allaha hər halına şükr eləyirdi. Həzrəti Əyyub əleyhissalamın bədəninə, canına qurtlar düşmüşdü, belə gözünlə görürdü, bədənində qımıldayırdılar, bədənini yeyirdilər. Amma dedi, Allah sənə sonsuz şükürlər olsun, bu halıma da şükür. Təsəvvür eləyin. Deyir, 4 nəfər insan həyata yenidən başlamış kimi olar. Sanki dünyaya təzə gəlibdir. Onlar hansılardır? Birincisi odur ki, xəstə ola, amma deyinməyə, hər halına şükr eləyə. Deyir, Allah Teala onu xəstəlikdən şəfa verər, bədəni, ümumiyyətlə bütün bədən üzvləri sanki dünyaya yeni gəlmiş kimi sağlam eləyər və günahlarını silər, əməl dəftərlərini paklayar, sanki dünyaya təzə gəlibdir, elə bir şəxs kimi, yeni dünyaya gələn uşaq kimi pak-pakizə olar. O qədər önəmlidir. İkincisi buyurur ki, İslamı qəbul edən müşrik. O müşrik ki, İslamı qəbul elədi, kəlmə-i şəhadəti gətirdi,
əvvəldə hər nə eləyibdir, Allah o günahlarını bağışlayar. Üçüncüsü, həcc əməllərini başa vuran şəxs. O şəxs ki, vacib həcdə gedir, iştirak eləyir, həcc əməllərini başa vurur, Allah Teala onun bütün günahlarını bağışlayır, paklayır, o həcc əməllərini yerinə yetirəndən sonra paklayır, pak bir şəxsiyyət kimi evinə yola salır oradan. Dördüncü şəxs də o şəxsdir ki, cümə namazını qılıb yola düşə, gələn məsciddə cümə namazını qıla və cümə namazından sonra yola düşə, öz işinin arxasından gedə, Allah Teala onu dünyaya yeni gəlmiş körpə uşaq kimi pak-pakizə eləyər. Onun bütün günahlarını əff eləyər, onun əməl dəftərini, o əməl dəftərindəki olan günahları var idi, hamısını silər, təmizləyər. Cümə namazı o qədər önəmlidir. Hədislərdə baxsaq görərik ki, Həzrət Rəsulullah buyurur ki, cümə namazı kasıbların həccidir, deyir. Cümə namazı kasıbların həccidir. Kasıb möminlər əgər həcc ziyarətinə gedib, dedik ki, 4 nəfərin günahları bağışlanar, yenidən dünyaya gəlmiş kimi olar. Onlardan biri də dedik həcc ziyarətinə gedib əməlini yerinə yetirənlərdir. Və sonuncusu, dördüncüsü dedik ki, nədir? Cümə namazına gəlib cümə namazı qılanlar. Allah Teala cümə namazını gəlib qılıb, cümə namazında iştirak eləməyin fəzilətini həcc ziyarətinə bərabər eləyir. Deyir ki, kasıbların həccidir cümə namazı. O qədər önəmlidir. Deyir, kim iman səbəbindən Allahın razılığını əldə etmək üçün cümə namazına getsə, əməl naməsi yenidən yazılar. Yəni, sanki paklanır da, belə deyim. Nə ki, səhvin, xətan, günahın var idi, hamısı silinir təzdən. Allah Teala sənə təzdən bir həyat bəxş edir ki, cümə namazı bunlara qadirdir. Dördüncü, Həzrət Rasulullah o Yahudiyə buyurur ki, Allahın mənə və mənim ümmətimə verdiyi dördüncü üstünlük meyyit namazıdır, cənazə namazıdır. Deyir, sizin ümmətlərdə elə bir şey yoxdur. Sizdə cənazə namazı mı var? Deyir, Həzrət Cəbrail Əmin əleyhissalam Allahın fəzilətli üstün mələklərindən biridir, hətta mələklərin şahıdır. Allah bütün peyğəmbərlərinə, bütün övliyalarına, əzəmətli şəxslərinə Həzrəti Cəbrail əleyhissalamın vasitəsilə vəhiy göndəribdir. Deyir, Həzrəti Cəbrailə sual verdilər. Ya Cəbrail, peyğəmbərlərin biri sual verdi. Sən hansısa bir əmələ, hansısa bir səbəbə görə insan olmaq istəyərdinmi? Deyir, 4 dənə şey sayır. Onlardan biri nədir bilirsiniz? Cənazə namazında iştirak eləmək. O qədər böyük savabı var. O qədər böyük savabı var. Hətta Allah Teala əgər dünyasını dəyişən mömin bir şəxs idisə də, onun təşəyi cənazəsində, dəfn mərasimində gəlib iştirak eləyən şəxslərin günahını o möminə xatir bağışlayar. Çox önəmlidir. Deyir, əgər bir mömin dünyasını dəyişsə, Allahın ərşi 40 gün əza saxlayar. Allahın mələkləri 40 gün əza saxlayar, yas saxlayar. Və sonda mələklər toplanarlar, Allaha dua eləyərlər, Allahdan istəyərlər, yalvararlar ki, Allah, o ki, əməllərimizi Allahın huzuruna aparan, təqdim eləyən mələklər var. Həmin o mələklər Allaha dua eləyər, Allahdan istəyər ki, Allah, biz bu bəndə ki, dünyada olduğu təqdirdə bunun gözəl əməllərini sənin huzuruna gətirib təqdim eləyirdik. İndi bu adam dünyasını dəyişib. Biz bunun üçün darxırıq. Biz bunun əməllərini sənin huzuruna gətirmək üçün təşnəli eləyirik. Sanki yanırıq susuzluqdan. Onun o əməllərini istəyirik görək. Deyir, Allah Teala onun əvəzində, o şəxsin əvəzində, o müminin əvəzində bir dənə mələk yaradar. Qiyamət gününə qədər o mələk ibadət eləyər. Mələk günahkar bir bəndə yox. Mələk ibadət eləyər. Onun ibadətini həmin o əməl daşıyan mələklər Allahın huzuruna qaldırar. Və həmin o mələk ki,
filan kəsin əvəzinə yaranmışdı, möminin əvəzinə yaranmışdı. Həmin onun etdiyi bütün əməllər, bütün savab işlər, bütün ibadətlər qiyamət günü həmin o möminə təqdim olunur. Deyər ki, səni Allah bu qədər sevirdi. Allah sənin əvəzində bir mələk xəlq elədi. Sən ki, dünyanı dəyişmişdin. Qiyamət gününə qədər sənin əvəzinə ibadət, itaət elədi. Allah o ibadətin, itaətin savabını da yazdı sənə. O qədər önəmlidir. Bir möminin cənazəsində, dəfnində iştirak eləmək, bir müsəlmanın dəfnində iştirak eləmək o qədər önəmlidir. Cənazə namazında iştirak eləmək o qədər önəmlidir. Cənazə namazına nə belə deyək, nə dəstəmaz lazım deyil, nə başqa şeylər lazım deyil. Ona görə cənazə namazında iştirak eləməkdən heç vaxt çəkinməyin. O qədər önəmlidir. Hətta Allahın ən müqərrəb mələyi olan Həzrəti Cəbrail deyir ki, mən dünyada insan olmaq istəyərdim, ona görə ki, Allah mənə lütf eləyəydi, mən o möminin dəfnində, cənazə namazında iştirak eləyəydim. 5-ci, Həzrət Rasulullah həmin o Yahudiyə deyir ki, Allah mənə və mənim ümmətimə verdiyi üstünlük, deyir, gündəlik vacib namazın 3-ünü yüksəkdən qılmağı, uca səslə qılmağı bizlərə üstünlük qərar verir. Amma sizlərdə onlar yoxdur. Sübh namazı, şam və işa namazlarını Allah deyir ki, yüksəkdən qıl. 6-cı üstünlük Həzrət Rasulullah buyurur, deyir, insan xəstə olduğu zaman və səfərdə olduğu zaman bəzi şər'i boynumuza düşən öhdəlikləri Allah Taala yüngülləşdirib. Amma sizlərdə o şeylər yoxdur. Və Quran-ı Kərimdə Bəqərə surəsində Allah Taala oruc haqqında buyurur ki, deyir, orucu bütün hamı tutmalıdır, hamı üçün vacibdir, 2 nəfərdən başqa. Birincisi kimdir? Xəstədir. Doktor ona icazə vermir oruç tutmağa. Gedib müayinədən keçib, həkim deyir ki, sənin sağlamlığın üçün ciddi zərəri var. O zaman oruç tutmaya bilərsən. Allah səni sağalana qədər o oruç tutmaqdan muaf eləyir. Yəni, əff eləyir, o oruç tutmaqdan uzaqlaşdırır. Sağalandan sonra onun qəzasını yerinə yetirməlisən. İkinci, nədir? Səfərdə olduğun zaman oruç tutmaqdan Allah Taala sən geri evinə qaydana qədər səni nədir? Uzaqlaşdırır. Deyir ki, Ramazan ayından sonra həmin günlərin qəzasını tutarsan. Və digər səfərdə olanda əməllərin bizlər üçün həfifləşməyi, yüngülləşməyi budur ki, 4 rükətli namazların 2 rükət olur. Zöhr və əsr namazların, işa namazın nədir? Avtomatik olaraq 2 rükətə enir, 4 rükətdən 2 rükətə enir. Allah Taala Quran-ı Kərimdə özü də buyurur ki, deyir, mən insanlar üçün, yaratdıqlarım üçün hər şeyi asanlaşdırmaq istəyirəm. Ancaq onlar etdikləri günahlarla özləri öz işlərini çətinləşdirirlər. Ona görə diqqətli olmaq lazımdır ki, Allahın bizlərə asan etdiyini özümüz öz əlimizlə özümüzə zülmə çevirməyək. 7-ci və sonuncu imtiyaz budur ki, Allah deyir, mənə elə bir lütf veribdir və hətta Həzrəti Peyğəmbərin ümmətindən olan şəxslərə Allah elə bir imtiyaz veribdir ki, qiyamət günü onlara Allah icazə verəcək, bəziləri üçün şəfaət olsun, şəfaətçi olsun. Bəzilərinə ixtiyar verəcək, get valideynlərinin günahlarını bağışlat, özünlə bərabər cənnətə apar. Bəzilərinə ixtiyar verəcək ki, get filan kəslərin günahlarını bağışlat, özünlə bərabər cənnətə apar. O cümlədən Əhl-i Beyt əleyhissalam Allahın əzəmətli, Allahın üstün yaratdığı, xəlq elədiyi bəndələrdir ki, onlar da qiyamət günü bir sıra ümmətdən olan müsəlmanlara şəfaətçi olacaq və özlərinlə bərabər onları cənnətə aparacaq. Allahdan arzum budur ki, Allah bizləri dünya və axirətdə Qurandan ayrı, Əhl-i Beytdən ayrı salmasın. Dünyada ziyarətlərin, axirətdə onların şəfaətlərin hər birimizə nəsib eləsin.